Çox yoldaşlar soruşurlar ki, aya imkanı var təzədən gənc düşə ya yox? Ərz edim xidmətinizə bugünkü şəraiti cəhani ilə, şəraiti beynəlmiləli ilə imkanın ki təzədən bir dənə gənc düşə Xavərmiyanədə İranla İsrailin arasında ya İranla Amerikanın arasında mən çox bəd bilirəm. Baxın, bir Amerikanın 16 milyon boşqa nəftə niyazı var idi. Əgər bir dənə dərgiri Xavərmiyanədə düşə və bu gənc dağılı o birisi keşvərləyə Amerika vaqiən az nəzər iqtisadi fələc olar. Pəs ta zamanı ki Amerikanın 16 milyon boşqa nəfti təzmin olmayıb, nə tənə Xavərmiyanədə, bəlkə heç nöqtəyi az dünya macəracuyu eləməyəcəkdir. برای اینکه bu 16 milyon boşqa nəfti təzmin ola, Amerika ya güya Venezuelaya həmlə eləyə, ya Venezuelada təğyiri rejim əncamıya. Venezuela dəryayı az nəftdir. O nəfti ki Amerikanın demək təqribən həmsayəlığındadır. Venezuela ilə Amerika təqribən həmsayədir. Bir dərya ayalığında vaydı və Venezuela çox yoxundu Amerikaya. Və əgər Venezuelada təğyiri rejim əncam tapar, ya Venezuelanın rejimi sükut eləyə və 16 milyon boşqa nəft Venezueladan gedə Amerikaya, o zaman Amerika gəlib Xavərmiyanədə bir təzədən macəracuyu əncammayacaqdır. Baxın, Amerika bəra ki İranı təcziyə eləyə, Çini məhar eləyə və Rusiyanın tormuzun çəkə, hətmən ki 16 milyon boşqa nəftdən xiyalı rahat ola. Pəs bu xiyalı rahat olmağı da müstəzmi budur ki Venezuelanın təşrifi roşan ola. Pəs ta zamanı ki Venezuelanın təşrifi roşan olmayıb Xavərmiyanədə heç gün ittifaq düşməyəcək. Xavərmiyanədə də hər gün ittifaq düşsə Venezuelanın məsələsindən soyadı. Muvaffaq olasınız inşallah.